Salam, hər vaxtınız xeyirli olsun. Bura Biləcəri dairəsi adlanan ərazidir və burada gördüyünüz kimi kanalizasiya xətti tam şəkildə açıqdır. Hələ bilinmir ki, Binəqədi rayon icra hakimiyyəti yuxudadır ya Azərbaycan avtomobil yolları. Yəqin ki, yuxudadır. Yəni gözlərini açıb görə bilmirlər ki, belə bir hadisə burada olsa, hansı ki hadisə nəqliyyat vasitəsinin bura gəlib düşməsi, insan da fikri gələr bilməz düşər. Yəni təbii ki, piyada səksisi var, ancaq baxmadı bu günləri bizim insanlarımız piyada səksisi zat tanımır. Hardan gəldi yolu ölçüb keçir. Amma yana yaxud bir uşaq da ağırı kəsmir, qaça gələr düşər. Yəni ki, belə çıxır ki, yəni kör göz açıb bura baxan yoxdur. Yəni kör gözün açıb bu yola baxan yoxdur. Hansı bir qurum baxsın. Bax, bu da ki, Biləcəri dairəsi adlanan ərazi. Təbii ki, mən bunu bağlayacağım. Amma bu qapaq görürsünüz, bura oturmur. Çünki bu qapaq orada oturmalıdır ki, çıxmasın. Ama belə deyim ki, yenə də istər Binəqədi rayon icra hakimiyyəti olsun, Azərbaycan avtomobil yolları Binəqədi rayon söyləsi olsun, fərq eləməz. Hansısa qurum baxırsa, yəqin ki, kör gözünü açıb baxıb görəcək ki, burada belə bir hadisələr ola bilər. Gərək kimsə yıxılıb ölə, əzilə, sına, ondan sonra bu kimi məsələlər aradan qalxar.